Ey Əli, sənin aşiqlərin, sənin tərəfdarların, səni sevənlər qiyamət günü nurdan olan minbərlərdə olacaqlar, üzləri ağ olacaqlar. Əsas söz nədir? Havli fil cənnə. Cənnətdə mənim yanımda olacaqlar, Peyğəmbər buyurur. Və onlar və hum cirani, onlar mənim qonşularımdır. Görün, sevgi hara aparır? Əlinin sevgisi adamı qiyamətdə Peyğəmbərə qonşu eləyə bilir. O dərəcəyə gedib çatdıra bilir. Və bizim bugünkü məclisimiz çox nurani oldu. Ne üçün? Çünki zikru aliyyin ibadə. Deyir, onun barəsində danışmaq da ibadətdir. Onu xatırlamaq ibadətdir. Çünki onlar Allaha çatdıran nurani vasitələrdir. Elhamdülillah ki, bizim imamımızdır. Bütün bəşəriyyətin imamıdır. Bir gün insanlıq onu tanıyanda ağ günə çıxacaq. İnsanlığın ağ günü onun tanınmasına bağlıdır. Allah bizi onu tanıyanlardan qərar versin inşallah.